Üçüncü, fəvqiyyə sifətinə dəlalət edən dəlillər. Quranda fəvqiyyə sifətinə dəlalət edən dəlillər. Baxın, Allah Subhanahu və Teala Quranda deyir: "Və huvel qahiru fəvqa ibadihi." O qahirdir, yaratdığı qullarının fövqündədir. Və bu ayə açıq-aydın dəlalət edir ki, Allah Taala zatı olaraq hər şeydən ucadadır. Biri deyə bilər ki, Emil, burada fəvqiyyə qahr mənasındadır. Qahr. Zatı yox, qahr mənasıdır. Biz deyirik ki, bu səhih deyil. Niyə? Racih olan odur ki, ayədə olan fəvqiyyə zatı fəvqiyyədir. Niyə Emil? Çünki Allah Subhanahu və Teala Allahın qahir olması ayənin əvvəlində qeyd olundu. Və huvel qahiru, sonra deyir ki, fəvqa ibadihi. O qahirdir, qullarının fövqündədir. Deməli, burada qullarının fövqündə zatı ucalıq qəsd edilir. Yəni, subhanallah, nə qədər azğın olasan ki, ayənin məfhumunu başa düşməyəsən, kör olasan. Bundan əlavə, lap hesab edək ki, ayədə qeyd olunan qahr ucalığıdır. Düzdür? Bu ayədən qaça bilmirlər. İndi növbəti qeyd etdiyim ayədən qaça bilmirlər. Növbəti qeyd etdiyim ayə açıq aydın şəkildə dəlalət edir ki, Allah Subhanahu və Teala məxluqatının fövqündədir. Fikir verin. Yaxafuna rabbahum min fawqihim. Fövqlərində olan Allahdan, Rəbbindən qorxurlar. Diqqət edin. Ərəb dilinin lüğətində fövq sözündən əvvəl min damdən şəkilçi gələrsə, yalnız zatı ucalıq başa düşülür. Min fawqihim. Min. Fawqdan əvvəl min gəldisə, yalnız və yalnız zatı ucalıq başa düşülür. İkinci bir məna başa düşülmür. Məsələn, sən deyirsən ki, hədə min fawqi hədə. Bu, bunun fövqündədir. Burada minlə gəldisə, yalnız zatı ucalıq başa düşülür, qəsd edilir. Allah Subhanahu və Teala deyir: "Ləhum min fawqihim zulalun minən nar." Və belə ayələr Quranda mövcuddur.